Ölkəni hər şeyinə görə tərk edirəm. Problemlər çoxdur, yaşamaq olmur. Ailə qurmaq istəyirəm, qura bilmirəm. Mən ailə qurub burada yaşamaq üçün azı mənim Bakı şəhərində 1200-1500 arası əmək haqqına ehtiyacım var. Mənə 8-9 saat işlədən şirkətlər mənə 600 manatdan artıq əmək haqqı vermir. Hələ 600 manat verən də barmaqla sayılacaq qədərdir. 27 yaşım var, mən bir dəfə də olsun görmədim ki, mən bir saat artıq işləndə mənə bir manat artıq maaş yazılsın. Mən çox yerdə işləmişəm, istəyir hərbi sahəsində, istəyir özəl sektor, istəyir dövlət sektoru, hamısında işləmişəm. Hələ öz maaşımdan belə kəsintilər olub ki, artım olmuyor. İnanmıram, Azərbaycan çata da, yəni o Avropa ölkələrində bizim müstəqilliyimizin müddəti çox qısadır. Hələ bu günlərə gəlibsə Azərbaycan böyük şey. Gedənlərin yol açıq olsun, problem əgər dövlətinsə dövlət fikirləşsin. Bunu siz də fikirləşməyin.